Bismillahirrahmanirrahim və bihi nəstəin innəhu xeyrun nasirin və mu'in və sallallahu alə seyyidina Muhammed və alihi tahirin. Selamun aleykum və rəhmətullah, hər vaxtınız xeyirli olsun dəyərli mümin və müminələr. Biz keçən dərsimizdə əxlaqi mövzulardan biri olan küsüllər arasında barışıq yaratmaq, insanlar arasında kin-küdurətə son qoymaq, ixtilafı aradan qaldırmaq, bu gözəl xüsusiyyətin əhəmiyyəti barəsində danışdıq ki, Quranda bir çox ayələrdə əmr olunub, İnnəməl müminunə ixvə, müminlər qardaşdır, fə əsli zətə bəynikum. Buna görə müminlər arasında əgər ixtilaf olarsa, çalışın, sülh yaradın, səmimiyyət yaradın, bu ixtilafa son qoyun. Bu barədə çoxlu hədislər və ayələrə işarə olundu. Və bunun müqabilində söz verdik ki, bu dərsimizdə insanlar arasında ixtilafa səbəb olan işləri görmək də böyük günah hesab olunur və əxlaqi rəzilədən hesab olunur. Bu barədə də ayələr vardır. Məxsusən çoxlu ayələrdə fəsad kəlməsindən, daha doğrusu ifsad kəlməsindən istifadə olunur ki, islahın müqabilində ifsaddır, bir fəsad törətmək. Əlbəttə, fəsadın müxtəlif növləri var. Bizim bəhsimiz insanlar arasında ixtilaf yaratmaq barəsindədir. Bəqərə surəsinin 27-ci ayəsində Allah Müteala buyurur: Əuzu billahi mineşşeytanirracim. Ellezîne yenqudûne ehdallahi min ba'di mîsâqih və yaqta'ûne mâ emarallahu bihi en yusal və yufsidûne fil ard. Ulaika humul xasirun. Burada Allah Müteala bir neçə mənfi xüsusiyyətə işarə edir. O kəsləri ki, Allahla əhd peyman bağladıqdan sonra əhdlərinə vəfa etmirlər. Allahın silə-i rəhm ki, əmr etmişdir, gərək silə-i rəhm olunsun. Bunlar silə-i rəhmi əvəzinə qət'i rəhm edirlər. Qohumlarla, Əhl-i Beyt əleyhimussalamla, məsumlarla rabitəni kəsirlər. Və həmçinin və yufsidunə fil ərd və yer üzündə fəsad törədirlər. Bunlar üçün ulaika humul xasirun. Bunlar həqiqi ziyana düçar olanlardır. Bu bir növ yufsidunə fil ərzdə ki, məfhumu çox genişdir. Yer üzündə fəsad törədirlər. İslah etmək əvəzinə ifsad edirlər, fəsad törədirlər, ixtilafa səbəb olurlar. Bunlar həqiqi ziyana giriftar olanlardır. Lakin mən burada bir neçə hədisə işarə edim. Həzrəti Əli əleyhissalamdan nəql olunur. Bu ki, əl-cəfa'u yufsidul ixa'ə. Hər kəs vəfasızlıq edərsə, ixtilafa səbəb olan işlər görərsə, həqiqətdə qardaşlığa da son qoymuşdur. Başqa bir hədisdə buyurur ki, əsfəus sidqi ən-nəmimə. Baxmayaraq ki, düz danışmaqlıq ən gözəl əxlaqi xüsusiyyətlərdən biridir. İnsan gərək düz danışsın, yalan danışmasın. Amma o düz danışmaq ki, bunun nəticəsində ixtilaf yaranacaq və söz gəzdirmək hesab olunacaq, iki şəxsin arasında kin-küdurətə, ixtilafa səbəb olacaq. Bu düz danışmaqlıq ən pis düz danışmaqlıqdır. Baxmayaraq ki, hər bir yerdə insan gərək düz danışsın. Amma bəzən buyururlar ki, o düz danışmağı ki, zərər vuracaq, əs-sidquzzar, o düz danışmağı ki, zərər vurandır, fəsad törədəcək, ərlə arvad arasında, iki tayfa arasında, iki mömin qardaş arasında. Buyururlar ki, bu cürə düz danışmaq özü pisdir. Düz danışmaq hər yerdə yaxşıdır. Amma belə bir yerdə ki, iki nəfərin, iki müsəlman arasında ixtilafa səbəb olacaq, bu düz hesab olunmur. Və bunun haqqında da demək olar ki, çoxlu hədislərimiz vardır. Mən artıq bunlara işarə etmirəm. Amma nə səbəb olur ki, bəzi insanlar əlbəttə tapılır insanlar arasında işi gücü ixtilaf yaratmaqdır. Ki, bundan o birisinə xəbər aparır, ondan bu birisinə xəbər aparır. Bunların arasında ixtilaf yaransın, nifrət yaransın, küsülü olsunlar. Bəzən düşmənçilik həddinə gəlib çatır və səbəb olur ki, nəticəsində ola bilər biri başqasına nisbət cinayət eləsin, hətta öldürmək həddinə gəlib çatsın. Və bunun səbəbkarın araşdıranda görür ki, bir nəfərin söz gəzdirməyi nəticəsində, bir nəfərin bunların arasını, necə deyirlər, qızışdırmaq nəticəsində bu şəxs səbəb olub ki, böyük bir dənə cinayət vücuda gəlsin. Bu adətən amil ki, bəzi insanlarda tapılır, insanın bədbəxtçiliyinin
nəticəsindədir. İnsanın xəyanət etməyin, həsadət etməyin, münafiqliyin nəticəsindədir ki, insan bu xüsusiyyətdən istifadə edir və başqalarının arasında düşmənçilik yaradır. Ən böyük günahlardan biri hesab olunur bu, iki şəxsin arasında ixtilaf yaratmaq. Və çoxlu da fəsadları var. İnsanın öz həyatında, ictimai həyatında, axirət aləmində çoxlu fəsadları vardır ki, nümunə olaraq bir neçəsinə işarə edirəm. Birincisi budur ki, işarə etdim. Bəzən bu bəd və pis xasiyyətin ucubatından ölüm, itim hadisəsi qabağa gəlir. Böyük cinayətlər vücuda gəlir. Nəyin səbəbinə? Həmin bu pis xüsusiyyətin səbəbinə. Bəzən söz gəzdirməklik bədgümana səbəb olur. Görürsən ki, iki ailə ki, bir-birlərinə nisbətdə məhəbbətləri var, sevgiləri var, ərin öz həyat yoldaşına nisbətdə, xanımın öz ərinə nisbətdə məhəbbətləri var. Amma görürsən, başqa bir, üçüncü bir şəxs gəlir, bir xəbərçilik edir, baxmayaraq ki, indi bir səhv addım atıb, həyat yoldaş ya ər öz həyat yoldaşına nisbətdə bir çatışmayan bir hərəkət edib. Tez bir zamanda görürsən, bir nəfər onu öz həyat yoldaşına çatdırır. Gözəl bir ailə ki, səmimilər, bir-birlərinə sevgi, məhəbbətləri var idi. İstər-istəməz ərin öz yoldaşına, həyat yoldaşına öz ərinə nisbətdə bədgümanlıq yaranır. Ona nisbətdə suizənn edilir. Və bu suizənnin nəticəsində ola bir ki, ailə dağılsın. Nəyin nəticəsində? Həmin o xəbərçiliyin nəticəsində. Həmin o ixtilaf və kin-küdurətə səbəb olan amillərin nəticəsində. Çox böyük fəsadları vardır bu xüsusiyyətin. Möminlərin arasında ictimai birliyin zəifləməyinə səbəb olur. Və həmçinin bir sıra Allahın qayda-qanun ki, ictimai qayda-qanunlardır və əhəmiyyətli qayda-qanunlardır, onun zəifləməyinə, hətta tətil olmağına gətirib çıxardır. Bəzən həmin bu xüsusiyyətin nəticəsində camaat namazları tətil ola bilər, sil-i rəhim tətil ola bilər, qonaqlıqlar tətil ola bilər. Nəyin nəticəsində? Bir şəxs ki, həmişə camaat namazına gələrdi, məsələn, xəbərin nəticəsində bir xəbərçiliyi etmək nəticəsində artıq görürsən ki, camaat namazında iştirak eləmir. Həmişə qonaqlıqlarda iştirak eləyərdi, orucaşlılarda iştirak eləyərdi, hər hansı bir gözəl məclislərdə onu dəvət edərdi, o da iştirak eləyərdi. Amma hər hansı bir nalayiq bir insanın sözünün ucubatından artıq görürsən, belə gözəl məclislərdə artıq iştirak eləmir. Onun da baisi kimdir? O şəxslərdir ki, bu bəd xüsusiyyətin vasitəsilə insanlar arasında bədgümanlıq yaradırlar, ixtilaf yaradırlar. Və bu kimi digər fəsadlarda misal vurmaq olar. Amma necə edək ki, biz bu rəzil xüsusiyyətdən uzaq olaq və əksinə keçən dərsimizdə dediyimiz kimi insanlar arasında sülh yaratmağa çalışaq, ixtilafa son qoyanlardan olaq. Bunun əsas amili budur ki, biz əvvələn Quran ayələrinə müraciət edək ki, Allah Mütəala nə qədər təkidlə müsəlmanların mehriban olmağına, onların bir-birinə nisbətdə kin-küdurətin olmamasına çağırır. Həmçinin hədislərdə Peyğəmbərimizdən, digər imamlarımızdan hədislərdə diqqət edək, mütaliə edək. Əhl-i Beyt əleyhissalamın öz sirələrini, öz tərcüməyalını, həyatları mütaliə edək. Onlar həmişə çalışırdılar ki, möminlər arasında kin-küdurətə son qoysunlar, ixtilafa son qoysunlar. Onlar bizim üçün örnəkdir. Və ləkum fi rasulillahi usbetun həsənə. Peyğəmbər ki, bizim üçün nümunədir, ölgüdür həyatımızın müxtəlif hissələrində. Və başqa cəhətdən də bunun faydaları haqqında biz fikirləşək. İnsanların arasında sülh yaratmağın nə kimi faydaları var insanın dünya və axirətində və bunun müqabilində ixtilaf yaratmağın nə kimi fəsadları var. Əgər insan bunlar haqqında düşünsə, istər-istəməz belə insan heç vaxt ixtilafa səbəb olan nə hərəkət eləməz, nə danışmaz, nə rəftar eləməz və bunun kimi şeylər çox önəmli xüsusiyyətlərdən biridir. Və bütün böyük cinayətlərə səbəb olan ən böyük amil həmin bu xüsusiyyətdir. Bu da həqiqətdə insanın, necə deyərlər, geridə qalmağından irəli gəlir. İnsan əgər Allaha imanı olsa, axirət aləminə imanı olsa, heç vaxt ixtilafa səbəb olan işlər görməz. Bunun müqabilində bəzi insanlar və şəxsiyyətli insanlar
Peyğəmbəri, Əhl-i-Beyt əleyhissalamı özlərinə ülgü götürürlər. İşi gücü ancaq budur ki, insanlar arasında ixtilafa son qoysunlar. Mən bu qədərinə kifayətlənirəm bu xüsusiyyət barəsində. Əlbəttə, bunun barəsində çoxlu danışmaq olar. Qur'anın bir çox ayələrində yer üzündə fəsad törədənlərin aqibəti nədən ibarətdir? Allah Mütəala onlar barəsində Qur'an ayəsi nazil edib, onların məzəmməti haqqında Qur'an ayəsi nazil edib. O fəsadın bir nümunəsi də iki mümin arasında, iki müsəlman arasında, hətta iki ailə arasında və ailə daxilində ər-arvad arasında fəsad törətməyin mənası budur ki, onların arasında ixtilaf yaradasan, onları bir-birinə bədbin eləyəsən, əlaqələr kəsilsin, mehribançılığa son qoysun. Bunlar hamısı fəsadın nümunəsidir. Yer üzündə fəsad törədənlərin bir nümunəsi də belə insanlardır. Biz çalışaq özümüzü bu xüsusiyyətlərdən uzaq edək və çalışaq o insanlardan olaq ki, müsəlmanlar arasında sülh yaradırlar. Bu xüsusiyyət barəsində bu qədər. İnşallah gələn dərsimizdə digər mövzu haqqında siz dəyərli möminlərin xidmətində olarıq. Bizə ayrılan vaxt tamam oldu. Hamınızı Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.